Salamlayıram sizləri, mən şəxsiniz Heydər Hüseyinli. Qələbə Liqasında bir daha hər birinizi xoş gördük. Növbəti qarşı durma DS Mobilia Black Wolf komandalar qarşıdurmasını izləyəcək. Oyunun hakimi Süleyman Ağayevin start fiti səsləndirildi. Hər iki komandaya uğurlar arzuluyor, ümidvarıq ki, bol qollu gözəl bir maç bizləri gözləyirik. Ənəvi olaraq qaralı formada Black Wolf komandası, yaşıllı formada isə DS Mobilia komandası meydanda mübarizə aparır. DS Mobilia komandasına hücum cəhdi Maksudun ötürməsi qeyri-dəqiq olur. Out Black Wolf. Yan xəttdən Anar top oyuna daxil edəcək. Niyaz topun gerisindədir. İleri doğru ötürmə. Adəm. Elle oyun. Həsən. Ötürməsini Bəhlul qarşısına alır. Maksud. Ara ötürməsinin qarşısını kəsir. Arif. İleri doğru ötürmə Elnur. Tirir topu Bəhlul. Zərbə indirir. Həsən yerindədir. İmoş ekstrem şansı DS Mobilia komandasına, lakin müdafiəçilər yenə də ayıq sayıqdır. Niyaz Tırmanar boşluq axtarır komanda yoldaşlarını ötürüm etmək üçün. İleriyə doğru adaşı istiqamətində, lakin Maqa qarşılayır. Arif topladır. Elnur Dabanla sağ uğurlu alınır ötürməsi İmoş. Yeniden tək toxunuşda ötürmə Maksudun zərbəsi qeyri-dəqiqdir. Daha bir zərbi İmoşdan top qapıdan yarım keçir. Adəm çətinliklə də olsa topu meydanda saxlamağı bacarır. Out Black Wolf. Anar Bəhlul mərkəzdə. Qarşı qayda pozulur. Elnur və Anar qaydalar çərçivəsində sürüşmə fəndini yerinə yetirir. Maksuddan geriyə doğru İmoş ara ötürməsini qarşı kəsilir. Anar Tırmək keçmədə, lakin rəqibindən sıyrılır. Adəm Niyaz geriyə doğru Anarla oynayır. Geridəyi bir ötürmə. Bəhlul yenidən topu qazandırır komandası üçün, lakin ötürməsi uğursuz alınır. Məhəmməd yeniden qalıq şübhəli ilə oynayır. İmoş Bəhlul ötürüm etməsinə rahat şəkildə imkan vermir. Ekstrem şansı Black Wolf komandasından Anar sol cinatdan irəliyir, bir pauza edir. Başını qaldırır ötürüm etmək üçün. Mərkəzdə Bəhlulu görür. İndi Anar Adəm Niyaz da qoşulur. Diagonal ötürmə keçmir. Adəm Arif qarşıladı. Out Black Wolf. Anar sağ zinağa doğru adaşı istiqamətində. Yanda Niyaz. Birini topu meydanda gəzdirirlər. Rəqibin müdafiəsini yarmağa çalışırlar. Və qayda pozulur.
Bəhlula qarşı. Arif isə etirazlarını bildirir ikili mübarizədir deyə, çiyin-çiyinlə mübarizə deyə, xeyr. Haşim isə bildirir ki, əllə müdaxilə var, rəqibi əli ilə qarşısına alırdı. Adəm saxlamadan birbaşa sərfə indirir, Həsən yenə də ayaq sayılır. Adəm Antoniyaz, yenə Adəm topladır, zərbə mövqeyi axtarır, zərbəsinə blok qoyulur. İmoş out DS Mobilya. Yaqub riskə getmir, uzaqlaşdırır. Arif İmoş topu ram edə bilmir. Niyaz riskli, lakin yanlı hərəkətlər müdafiədə. Adəm tapanla gözəl ötürmə ana istiqamətində. Sol cana Bəhlul, yanında Adəm. Yenidən Bəhlul bir rəqibini adladır, gözəl hərəkətlər zərbə indirir. Həsəndən toxunuş var idi. Ya saxlamadan yerlə uzaq günsə zərbə, azacıq dəqiqliyi çatmadı. Topun çərçivəyə yetməsi üçün. Həsən irəliyə doğru. Elnur İmoş boşluqdaydı. Görmədi onu. Daha doğrusu ötürməni ona istiqamətləndirmək istəyirdi. İstədiyi kimi ötürməyi də bilmir. Bəhlul Arifdən kobud səhv və yenidən səhvini sığortalayır. Bravo. Qayda isə bildirir ki, DS Mobilya komandasının oyuncularına qarşı pozulub. Arif müdafiənin arxasına planlaşdırmış ötürmə. Yaqub vaxtında müdaxilə edir. Niyaz topladır. Sol cana doğru Bəhlul istiqamətində dəqiq ötürmə alır. Yenidən Bəhlul. Niyaz. Arif. 3 nəfərin hərəkətində əzmkar mübarizə aparır, topu qazandırır. Sağcına doğru ötürməyə Maksud səliqəsiz oynadı. Anar. Yanında Bəhlul. Adəm. Yenidən Bəhlul. Gözəl ötürmə və kimsə bildirir ki, heç nə yoxdur. Penalti epizodu deyil, deyir Süleyman Ağayev. Arif Kesmir ötürmə Bəhlul. Məhəmməd özünü çatdırır. Anar Adəmlə oynayır. Dabanla Niyaz üçün saxlayır topu. Diagonal göz ötürmə Anar. Zərbəsinə blok qoyulur. Out. Bəhlul müdafiədə əməli başlı qapanıblar. Zərbə indirilir. Həsəndən gözəl refleks. Hücum davam edir. Geriyə çəkilməyə məcbur olurlar. Anar Niyazı boşluqda görür. Ara ötürməsi Bəhlul istiqamətində, lakin Bəhlul topa çata bilmir. Maksuddan qayda pozuntusu Anara qarşı.
əllə geridən müdaxilə var idi. Adəm yaxınlaşır, zərbəsi canlı sətdən geri döndür. Yaqub Anarla oynayır yenidən. Uzaqdan sərpə indirir, Qalkiper ikinci cəhdində topu tutmağı bacarır. Maksud İmoşun önünə doğru. Yenidən Maksud. 2 nəfərin ətəsindədir. Və sərbəst zərbə. Təhlükəli oyun var, bildirir hakim. Noş. Anar əzmkar mübarizə aparır, hücumu qarşısını kəsir. Maksud. Ceykanlar gözü ötürmə, İmoş tək toxunuşla ötürməsini qarşı kəsildi. Bəli, ona qədər eləsə də çatdıra bilmədi özünü. Solsun ötürmə, başla zərbə, qapı dirəyinə tuş gəlir. Foul. Daha doğrusu out. Enur. Məşqçinin şansı Black Wolf komandasından Adəm, yanında Murad. O da artıq meydandadır. Ona qarşı qayda pozulur. Bəhlul. Niyaz. Ötürməsini İmoş qarşılayır. Maksud. İmoş tək toxunuşda ötürmə. Maksudun zərbəsi, Qalkiper yaxın üçüncü. Yaxşı bağladı. Ötürmə, Yaqub. Məşqçinin şansı Murad. 3-2 gəliblər. 3 oldular. Niyazın zərbəsi çox təhlükəli zərbə indirmişdi. Cüzü dəqiqliyi lazım idi. Bəhlul. 2 nəfərin ətəsindən sıyrılır. Zərbəni indirir və gol! Nəhayət ki, oyunun 14-cü dəqiqəsində hesab açır Bəhlul. 1-0. Bu təzyiqlər öz nəticəsini tapır. Black 1. DS Mobilya 0. Arif. Ötürmədə Kobud səhvə yol verəcəkdi, az qalsın. Nədən Arif? Solsuna İmoşay. Dəqiq ötürməlidir. Geriyə doğru Məhməd. Zərbə indirir. Blok var, əksüm şansı. Adəm solsuna atına irəliyir. Mərkəzi doğru meyləndi. Ötürmə. Bəhlul zərbəsi. Əhsən. Mükəmməl refleks. Bravo Əhsən. Buradan tək toxunuşlar ötürməsi keçir. Daha bir zərbə toxturu yandan silkələdi.
Timoş. Maksud özünü çatdırır və ona qarşı qayda pozulur ehtiram tərəfindən. Məhməd zərbə endirir. Daha bir gözəl reaksiya gəlir. Rəqib qapısından Həsənin, Yaqubdan. Ara ötürməsi Murad. Qaydalar çərçivəsində idi təbii ki. Lakin təhlükəli oyun idi. Murad sanki zədələnir bu epizodda. Bir qədər time-out ayrılırıq. 8, 7, 6, 5, 4, 3, 2, Ehtiram. Ehtiram. O Eldəniz idi. Elmar. Time-out yekunlaşır. Neden oyuna devam. Bəhlul uzaqdan sərbə endirir, yaxın küncə endirilmiş. Sərbəni dəf edir Həsən. Adəm. Dabanla ötürmə Bəhlul. Yaqub yenə riskə getmir, lakin bu ötürmə alınır. Muradın zərbəsi Həsən. Yeni aman vermədi. Əştüm şansı DS Mobiliya komandasına Məhəmməd Solcuna. Diagonal ötürmə. Maksud. Məncə qapıya zərbə indirsəydi. Ötürmə etmək istəyirdi yenidən. Lakin Yaqub oxuyur bunu. Nə edəcək Maksudun? Məhəmməd. Ekrandan ötürmə keçmir. Hoş. Ya uzaqlaşdırır top meydandan. Out DS Mobiliya. Arifə qarşı qayda pozulur. Elnurun zərbəsi bir qədər çətin mövqedə zərbə endirir. Təhlükəli bir zərbə oldu, lakin top qapının üzərindən keçir. Adəm gözəl ötürmə sol cana doğru Etram. Mərkəzdə Bəhlul. Out. Bəhlul. Adəm. Geriyə doğru Niyaz. Yaqub soyuqqanlıdır. Qaydan top qapı boşdur. Ay Maksud. Orada qüvvətli zərbəyə nə ehtiyac var? Qapı bomboş idi. Yüngülcə toxunuş. Top torla qovuşacaqdı artıq öz komanda yoldaşları da. Rəqib belə qolu gözləyirdi.
Gözlənilməzidir bu epizodda Maksud. 2 nəfərin arxasına sıyrılır. Ötürməsi isə bir qədər emotion sürətinə hesablanmamış ötürmə olur. Gol. Çeşi yaxalayıblar rəqiblərini. Adəm və Məhəmməd. Qarşısını aldı üçüncüdən zərbə. Türmə Bəhlul zərbəsi gol. Dumur gəlir. Özünün və komandasını ikinci qoluna imza atır. Komandanın maestrosu Bəhlul 2-0. Komandanın top seyrbazlığı desək daha düzgün olar. Evet, həm də dəfələrlə bunu bildirmişik. Topla səlis rəftar etməyi sevən və bacaran oyunculardandır. Texnikal oyuncudur Bəhlul. Bu epizodda düzdür. Texnikalı hərəkətlərdən sonra qol yox idi. Onu təqdim edərkən bildirmək məncə mütləqdir. Hər bir oyunçunun bu liqada bir özəlliyi var mütləq şəkildə. Onda da olan özəlliklərdən bəzilərini səsləndirdik. İmoş. Gözəl hərəkətlər İmoş. Zərbəyə son anda blok qoyduğunu yazsan. İmoş. Zərbəsini Yaqub, bravo. Nəsə. Zərbənin qarşısına ayağı ilə də alır, topu ayağı ilə də özünə çəkir, at götürür. Bəhlul. Ona qarşı qayda pozuntusu. Standart vəziyyətdə İnanır Berkbolf komandasının lehinə. Adəm topun gerisindədir. Ötürmə anar. İçəriyə doğru ötürmə gəlir Niyaz. Etram. Adəm. Bir də sərgəsiz ötürmə olur Etramdan. İmoş. Daha bir ötürmə içəriyə doğru və beləliklə ilk sənə Black Wolf komandasını 2-0 hesablı üstünlüklə yekunlaşdırır. Birinci hissədə sizinlə mənə edir şəxsiniz Eydər Hüseynlə növbəti hissədə görüşmək ümidi ilə hələlik deyirəm.